Xahiş edirəm ki, bir dəqiqəlik sükutda Türk şəhidlərimizi sağ olun. Allah rəhmət eylesin. Bizim bu tədbirimiz əsas biz bu ofisimizin, yəni bu bizim Açıq kəndinə aid olan icmanın ofisinin həm açılışı, həm də 9 aylıq yekun, yəni hesabat xarakteri daşıyır. Bu müddət ərzində, bir il ərzində biz ümumiyyətlə icmamızın yaranması 2020-dən bu tərəfə təsadüf 5 ildir biz fəaliyyət göstəririk. Elə noyabr ayının 20-sində bizim 5 ilimiz tamam olacaq ki, 5 ildir fəaliyyət göstəririk. Amma Qərbi Azərbaycan icması yaranandan sonra biz daha da birləşdik, daha da möhtəşəm, daha da bir-birimizlə əlaqəli, bir-birimizlə ünsiyyətdə bu icmanı fəaliyyətimizi daha da genişləndirdik. Onun üçün mən Zahid müəllim birinci cənab prezidentimizə İlham Əliyevə, ondan sonra bizim icmas sədri Əziz Ələkbəriyə və Böyük Qarakilsə icmasının sədri Zahid müəllimə təşəkkür edirik ki, bizə bugünkü gündə bizə rəhbərlik edib, bizə yol göstərir, öz ağlarla, öz təfəkküründən, öz dünya görüşündən bizə yol göstərir, bizimlə həmişə bir yerdə olur, bütün işlərimizdə, bütün tədbirlərimizdə Zahid müəllimdən məsləhətləşirik, Zahid müəllimin gözəl tövsiyələrini alırıq. Biz də bacardığımız qədər çalışırıq ki, həmin tövsiyələri, həmin məsləhətləri həyata keçirək. Onun da dəlili, sübutu var ki, biz gözəl işlər görürük. Ona görə də mənimlə bir yerdə çalışan mənim qardaşlarıma, mənim silahdaşlarıma, mənim dostlarıma təşəkkür edirəm. Allah canlarını sağ eləsin ki, gözəl vaxtlarını bu ictimai fəaliyyət elə bir şey ki, hamı bilir ki, muzlu bir şey deyil. Hamı öz vaxtını, səmərəli vaxtını, ailəsinə və hansısa bir problemlərinə həsr elədiyi vaxtını gətirib el üçün, obası üçün, kəndimiz üçün, elimiz üçün həyata keçirirlər. Sağ olun, yenə də qardaşlar, dostlar, hər birinizə təşəkkür edirəm. Bizim bu tədbiri də aparmaq üçün bizim gözəl Qərbi Azərbaycan icmasının idarə heyətinin üzvü, Böyük Qarakilsə icmasının sədri, hörmətli professor, hüquq elmləri doktoru, professorumuz Zahid müəllim Cəfərova verir ki, bizim tədbiri idarə eləsin. Zahid müəllim, buyurun, söz sizin. Çox sağ olun. Təşəkkür edirəm. Bugün həm Qərbi Azərbaycan icması üçün, həm də Böyük Qarakilsə eyni zamanda hamamlı icması üçün, çünki onların nümayəndələri də burada iştirak edir. Çox dəyərli, çox önemli bir səs üçün biz necə deyim, Böyük Qarakilsə icmasının, Arşud icmasının bütövlükdə Pəmbəş mahalının balaca da olsa bir ofisinin açılışına bildirmiş. Və bunun üçün mən ilk növbədə həm Arşud kənd icmasının sədri Rəfayət müəllimə, eyni zamanda Arşud kənd icmasının fəallarından olan, idarə heyətində olan Akif müəllimə dərin təşəkkürümü bildirirəm. Və qeyd eləmək istəyirəm ki, əslində bu ofisin açılması demək olar ki, bu insanların daha da birləşməsi, daha yüksək səviyyədə fəaliyyət göstərməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Mən ilk növbədə Qərbi Azərbaycan icmasının sədri, bizim çox hörmətli Əziz müəllim Ələkbərlinin salamlarını çatdırıram sizə və bugün üzürlü səbəbdən Əziz müəllim iştirak eləmir burada, amma demək olar ki,
hər birinizə, yəni bu işlə əməyi olan hər bir kəsə öz dərin təşəkkür edirəm. İlk növbədə bugün mən qeyd edə bilərəm ki, biz 44 günlük vətən müharibəsinin başlanmasına, yəni 27 sentyabr 2020-ci ilin demək olar ki, il dönümünü qeyd elədik. Və təbii ki, qələbəmizin 5-ci il dönümünü biz qeyd elədik. Və təbii ki, bu qələbədən sonra biz bir günlük antiterror əməliyyatları nəticəsində demək olar ki, biz Azərbaycan Respublikasının suverenliyini Azərbaycanın bütün ərazisində bərpa edə bildik. Və onu da demək istəyirəm ki, buna görə biz ilk növbədə şəhidlərimizə, qazilərimizə və ən önəmlisi Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Və mən bugün burada qeyd edə bilərəm təbii ki, son 200 ildə ermənisiz Azərbaycan yaratmış. Təsəvvür edin, bu nə demək olduğunu siz yəqin ki, bunu hər biriniz başa düşürsünüz. Və buna görə də biz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevlə bir daha minnətdar edirik. Eyni zamanda bu günlərdə təbii ki, biz anım gününü qeyd elədik, burada eləşən insanlarla birgəlimiz, hər birimiz abidəni ziyarət elədik və bir daha biz şəhidlərimizə öz ehtiramımızı bildirdik. Və 44 günlük vətən müharibəsində qələbədən sonra artıq bizim uzun illər arzuladığımız Qərbi Azərbaycana qayıtmaq ümidimiz daha da reallaşmağa başladı. Və təbii ki, biz Cənab Prezidentin də qeyd elədiyi kimi, biz həmin ərazilərə dinç yolla qaydasıyıq və belə götürək ki, öz maşınlarımızla qaydasıyıq. Və təbii ki, biz Qərbi Azərbaycana qayıtmağımızda bizim mənəvi haqqımız var. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində biz həm qalib dövlətik, müharibədə qalib gəlmiş dövlətik və eyni zamanda biz həm də sülhün tərəfdarıyıq. Biz həm sülh təklif edirik, həm də biz qalib dövlətik. Və təbii ki, biz qeyd elədiyimiz kimi dinç, təhlükəsiz və ləyaqətli şəkildə Qərbi Azərbaycanımıza qaydasıyıq. Bəli, Rəfait müəllim burada çox düzgün qeyd elədi. Rəfait müəllimin ümumiyyətlə fəaliyyəti yüksək qiymətləndirilir. Həm Böyük Məclisə icması tərəfindən, həm də Qərbi Azərbaycan icması tərəfindən və təbii ki, bizim burada çox dəyərli Qərbi Azərbaycan icmasının nümayəndəsi, səlahiyyətli nümayəndəsi Fərhad müəllim iştirak edir və Fərhad müəllim də hər dəfə Arçuk kənd icmasının fəaliyyətindən mühasibə edir. Və təbii ki, Arçuk kənd icması çox böyük işlər görübdür və onu ilk növbədə qeyd etmək istəyirəm ki, Arçuk kənd icması çox məsələlərdə birincidir. Və düşünürəm ki, bu istiqamətdə də Rəfait müəllimin başçılığıyla işlər yüksək səviyyədə davam edəcəkdir. Və indi birazdan Arçuk kənd icmasının gördüyü işlərlə bağlı, fəaliyyətinlə bağlı Rəfait müəllim öz hesabatını da sizlər qarşısında, yəni hamımızın qarşısında verəcəkdir. Mən demək istəyirəm ki, Böyük Qarakilsə icması fəaliyyəti həmişə yüksək olmuşdur və Böyük Qarakilsə icmasının ən yüzdə olan, ən yüksək səviyyədə fəaliyyət göstərən
icmalarından biri bizim Arşud kənd icmasıdır. Bugün bura toplaşmamızın ən önəmli səbəblərindən də biri burada bizim 1-ci Qarabağ müharibəsində şəhid olmuş əsgərlərimizin, şəhidlərimizin valideynləri iştirak edir və bizim hər birimiz onların qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyirik. Və mən istəyirəm ki, sözü bizim Qərbi Azərbaycan icmasının dəyərli səlahiyyətli nümayəndəsi Fərhad müəllimə verim. Fərhad müəllim, yəni bir neçə dəqiqə qısaca da olsa öz tövsiyələrini versin. Buyurun Fərhad müəllim. Hakikaten icma bilirsiniz ki ilk 22. gün Avqust ayında yaranmıştı. Ona kadar başka bir adlanırdı. Avqust ayında yarandı. Ondan sonra icmanın güçlenmesi 22. gün 24 dekabrında prezidentin yeni ofis açılışı verilmeden. Orada da bilirsiniz daha güzel bir söz demişti ki ben ona göre bu binanı size vereceğim ki vaktiyle biz bunu Şuşa'ya verdik. Şuşa alındı. İndi ben bunu size vereceğim ki siz de vaktiyle öz yurtlarınıza qayıdın. Çəkiliş edirsən də. Bu yaxınlarda bizim konferans geçirdi. Konferansda orada bir erməni jurnalist bizim nümayəndəyə sual verdi ki siz Qərbi Azərbaycan icması yaratırsınız. O icmanın fəaliyyəti nədən ibarətdir və yaxud da siz gələcəkdə Ermənistana hücum eləmək fikriniz var yoxsa yox? O dedi yox, bizim heç bir elə bir fikrimiz yoxdur. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Heç bir bundan sonra müharibə eləməyə fikri yoxdur. Ancaq bizim əsrlər boyu burada yaşamış adamlar qayıdıb öz doğma torpaqlarında Ermənistan vətəndaşı kimi fəaliyyət göstərməyə hazır. Mən bir neçə kəlmə deyim Arşud. Birinci Böyük Qarakilsə rayonunun icmasının haqqında 6 aydan bir, ildə bir dəfə hesabatlar alınır. Bugün fəxr edicisidir ki, o hesabatlar, Böyük Qarakilsə rayonunun verdiği hesabatlar bütün 22 dənə Ermənistan rayonları arasında nümunəvidir və onlara misal göstərir ki, hamısı bu şəkildə hazırlasın. Bunda da belə çıxır ki, əlbəttə Arşud kəndinin də böyük rolu var. Elədiyi tədbirlər, elədiyi tapşırıqlar bunu daha da qiymətləndirir. Mən Rəfaiq müəllimin işindən çox razıyam. Birinci, hər rayonlar üçün örnək olan 100 illik keçirildi. Ondan sonra kəndin adət-ənənələrinin üçün rayonda çəkiliş aparıldı, orada götürüldü. İndi onlardan bəzi rayonlar nümunə götürüb və onlar yerinə yetirir. Ancaq mən arzu edərdim ki, bu tamamlı olsun, digər sahələrdə kitabların çapında müəyyən işlərdə siz genel olarak olasınız. Evet, sağ olun. Çox sağ olun. Mən təşəkkürüm bildirəm Fərhad müəllim. Sizdə çox böyük zəhmətiniz var, çox yüksək səviyyədə tələbkarlığınız var. Bunu biz hamımız hiss eləmişik və ona görə də düşünürəm ki, hələ bundan sonra da Arşud icması çox böyük ilklərə imza atacaqdır. Və mən demək istəyirəm ki, bütövlükdə Qərbi Azərbaycanlılar hər zaman öz doğma yurtlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqdır. Çünki biz 1000 illər boyu bu ərazidə yaşamışıq, yaratmışıq. Buna görə də bu bizim mənəvi haqqımızdır. İndi bildiyiniz kimi bugün bizim bu tədbirdə Həmbək mahalının deməli Həmamlı icmasının Saral kənd icma sədri Anar müəllim də iştirak edir və mən
Məmnuniyyətlə, böyük məmnuniyyətlə sözü Anar müəllimə verirəm. Buyurun, Anar. Teşekkür ederim Zahid müəllim. İlk olarak dəvət üçün Rəfayət müəllim özləri minnətdarlığımı bildirirəm ki, bu iki tədbirə məni dəvət edib. Bildiyiniz kimi, mən Hamamlı rayon Salal kənd icma sədri kimi tədbirdə iştirak edirəm. Və onu da bildirmək istərdim ki, hər zaman Qursalı, Salar, Arsud, həmişə bir mahalı, bir el oldu. Heydərin adını çək, Heydərin Yəni, xeyrimiz, şərimiz hər zaman bir yerdə olur və bugün bu tədbirdə iştirak etməklə mən özümə böyük bir mənəvi borc bildirirəm bu tədbirdə iştirak etməklə. Təşəkkür. Zahid müəllim çox geniş və ətraflı məlumat verdi. Təbii ki, biz bu günlərdə tarixi bir günlər yaşayırıq. Dünənləri biz hər birimiz anım tədbirindən əlaqədar olaraq bu möhtəşəm ziyarətgaha getdik, ziyarət etdik və inanıram hər birimiz orada mənəvi bir borcunu həyata keçirdi. Mən həm Dillər Universitetinin kollektivi ilə və Qərb Azərbaycan İcması kollektivi ilə o tədbirdə iştirak etdim və özümə böyük bir fəxr hissi qeyd etmək istərdim ki, bura gələn hər bir kəs özündə bir mənəvi borc olaraq o tədbirdə iştirak edirdi. Və təbii ki, bugünkü bu tədbirimizlə məhz anım tədbirindən təsadüf edir və o günləri biz 5 il bundan qabaq öncə keçirdiyimiz o tarixi günləri bir daha təkrar yaşayırıq və bugün bizim 5 il bundan qabaqki zəfərimiz təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbəri altında Müzəffər ordumuz və xalqımızın birliyi sayəsində əldə olundu və hər birimiz bugün fəxrlə və qürur hissi ilə bildirir ki, biz qalib xalqın nümayəndəsiyik. Təbii ki, bununla bağlı müxtəlif tədbirlər həyata keçiriləcək və mən də çox sevinirəm ki, bu tədbirlərin ilk olaraq elə biz burada Arsud icmasının ofisində bu tədbirdə iştirak edirik. Təbii ki, bayaqlar qeyd olundu, Zahid müəllim çox geniş məlumat verdi Arsud kənd icmasının fəaliyyəti və orada çap olunmuş kitablar və bu həqiqətən də hər birimiz üçün də bir örnək olası bir nümunədir ki, bu qədər kitablar çap olunub. Xüsusilə Pənbək mahalı 2-ci Dünya Savaşındakı o kitabın ərsiyyə gəlməsində mən bilirəm ki, Zahid müəllimin çox böyük xidməti olub və ona görə də təşəkkür edəcəm Salal kənd icması adına sizə ki, bu cür dəyərli bir kitabı siz ərsiyyə gətirdiniz və bu hər bir Qərbi Azərbaycanının şəxsi kitabxanasında olan bir kitabdır və biz də o tədbirdə böyük bir həvəslə, qürur hissi ilə orada iştirak elədik. Bizim babalarımızın, yaxınlarımızın 2-ci Dünya Savaşında iştirak edən hər birimizin orada adlarını və şəkillərini görməklə bir daha qürur hissi keçirdik və o artıq həmin insanların tarixə qovuşduğunu, kitab vasitəsilə tarixə qovuşduğunu bir daha biz bariz nümunəsini gördük. Ona görə də mən Zahid müəllim sizə özləri minnətdarlıq bildirəcəm ki, təbii ki, mən bilirəm Zahid müəllim Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası oranın sədridir, müxtəlif tədbirlər olur, amma buna baxmayaraq ictimai iş olaraq Qərb Azərbaycan icmasında rayon icma sədri olaraq fəaliyyəti də çox müsbət qiymətləndirilməlidir. Ona görə də mən sizə özləri minnətdarlıq bildirirəm ki, vaxt ayırırsınız bu cür tədbirlərin və bu cür ideya müəllifləri olaraq bilirəm ki, bu ideya müəlliflər sizdən gəlir və artıq növbəti bir ideya müəllifidir, laborda tanışdığınız zaman siz verirdiniz. İnşallah bu kitabın da biz təqdimatında iştirak edərik. Və onu da bildirmək istərdim ki, biz Arsud icma sədri Rəfayət müəllimlə çox aktiv əlaqələrimiz var. Müxtəlif tədbirlərin keçirilməsində, birlikdə müxtəlif fikir mübadiləsinin aparılmasında, təbii ki, Qərbi Azərbaycan icmasının fəaliyyəti hər birimiz üçün bir örnək olasıdır. Mən onu qeyd etmək istərdim ki, bu Qərbi Azərbaycan icması və qeyd elədi Fərhad müəllim, Cənab Prezidentin məhz dekabrın 24-cü günü münasibətlə Qərbi Azərbaycan icmasının icraatı binasının açılışında da qeyd elədi ki, mən bu günü öz əzizlərim və doğmalarımla birlikdə qeyd edirəm, yəni öz doğum gününü. Bu həqiqətən də cəmiyyətə verilən bir mesaj idi və mən inanıram ki, bayaq da qeyd olundu, biz Zahid müəllim qeyd elədi, yaxın gələcəkdə öz tarixi, ata-baba torpaqlarımıza biz qayıdacağıq. Biz ora maşınlarla qayıdacağıq
və biz öz babalarımızın, ulu babalarımızın uyduğu o qəbristanlığı ziyarət edəcəyik və bu hər bir qərbi Azərbaycanlının mənəvi borcudur və biz inanırıq ki, necə ki biz 30 il ərzində hər birimiz Qarabağlı olduq və Qarabağa qayıtdıq, artıq bundan sonra hər birimiz qərbi Azərbaycanlı olaraq öz tarixi ata-baba torpaqlarımıza, doğma diyarımıza qayıdacağıq. Bir daha bu dəvət üçün Rəfət sizə özləri minnətdarlıq bildirirəm və burada şəhid ailələri əyləşib, yaxınları, əzizləri əyləşib, 1-ci Qarabağ Savaşının şəhid ailələri, onlara da mən özləri minnətdarlıq bildirirəm. Onların qarşısında baş əyirik, sizin haqqınız ödənməz. Yəni, qədir bilən Azərbaycan xalqı hər zaman sizlərə, şəhid ailələrinə, şəhidlərimizə və qazilərimizə borcludur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Deməli, qeyd edildiyi kimi bugün bizim tədbirimizdə Ağçok kəndindən olan şəhid ailələri də iştirak edir və dediyim kimi biz şəhidlərimizə Allahdan rəhmət diləyirik və şəhid ailələri qarşısında baş əyirik və indi istərdik ki, şəhid ailələrindən də Sinə xanım Əvvəla hər kəsə salamlayıram. Çox sağ olun. Şəhid ailələrini belə gətirdiyinizə görə. Şəhid ailələrinin həmişə adını çəkib, onları uza tutduqca biz şəhid ailələri qürurla, hörmətlə hər şeyə yanaşırıq. Biz şəhid ailələri bilirsiniz ki, çox əzab, əziyyət çəkmişik, yəni onu hər kəs bilir. Kənardan kimsə bizə dəyər verəndə həqiqətən biz fəxr edirik ki, biz şəhid ailələri anırıq. Hər kəsə təşəkkür edirəm. Var olasınız. sağ olun, sağ olun. Buyurun, Səhər dinləyirik. Mən də ürəyimdə keçən sizə Qərbi Azərbaycan icma nümayəndəsinə və Arçıq kəndinin icra nümayəndəsinə təşəkkür edirəm. Yəni bu Arçıq kəndinin şəhid ailələrini yaddan çıxartmamaq üçün. O həmişə onları yadda saxlayırlar, həmişə nəzərə alırlar. Biz də o şərəflə yaşayırıq ki, bizim şəhid qardaşımız, yaxınlarımız Azərbaycan torpağı uğrunda şəhid olublar. Təmiz. Ona görə də təşəkkür edirəm, sağ olun. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Mən açıq deyim ki, bugünkü bizim kursimizin Rəfət müəllim bunu həmişə qeyd edibdir. Açıq müəllim xidmətləri çox böyükdür. Bütün tədbirlərdə açıq müəllim bizim yanımızdadır. Demək olar ki, bizlə birgə şeyinə çalışır. Ona görə də bir daha təşəkkür edirəm. Açıq müəllim, buyurun sizi dinləyirik. Mən də hər birinizi salamlayıram. Bildiyiniz kimi bu ictimai işdir, bayaq sadalandı, yəni qurumuzlu bir işdir, amma çox şərəfli bir işdir. Çünki bu işə xidmət eləmək adama böyük bir stimul verir. Çünki biz tarixi əsl nəcabətlərimizin bir yerdə həmrəy yaşadıqlarının bariz nümunəsidir ki, biz bunu davam edətdiririk. Biz daha da çalışırıq ki, bizdən sonra gələn nəsillər bu bağ kırılmasın, bunu davam edətdirsinlər və eyni zamanda o fəlsəfə ki var, biz qayıdacağıq, o ata-baba yurtlarımızı, o torpaqları, o suları görəcəyik, bu həvəslə yaşayırıq. Onun üçün də bu xidmət çox azdır. Mən belə düşünürəm ki, daha böyük, dərin, əziyyətli iş olsa belə davam etdirməliyik ki, biz o amalımıza çataq, öz ata-baba torpaqlarımızı ən azından bir dəfə də olsa görməyə necə belə qismət olaq. Allah razı olsun. Sağ olun. Mən hər birinizə təşəkkür edirəm. Bayaq deyildiyi kimi, öncə cənab prezidentimizə, sonra Əzməl rəhbərliyə, çünki bu icma sədri böyük əziyyət çəkir, çox, necə deyərlər, qayğımıza qalır. Eyni zamanda Zahid müəllim sizə, çünki sizin demək olar ki, hər dəqiqəniz yazılıdır, vaxtınız yoxdur, amma buna baxmayaraq, bu vaxtınızdan, qızıl vaxtlarından ayrı bizim bu tədbirdə iştirak edib, bizə rəhbərlik edirsiniz, çox təşəkkür edirik və həm də
hər bir istəyimiz necə deyərlər, sevilə-sevilə yerinə yetirilir siz tərəfindən. Biz hər birimiz Arçut kənd icması adından sizə təşəkkür edirik ki, bizə stimul verirsiniz. Nə qədər ki, böyük layihələrimiz var, hamısına siz dəstək durmuşsunuz və biz bunu yerinə yetirməyə müvəffəq olmuşuq. Bir də onu deyim ki, bizim bundan sonra tədbirlərimiz artıq daha da böyüyəcək. O səmtdə ki, artıq biz Arçut kənd icması olaraq yox, artıq Böyük Qarakilsə olaraq, Tənbəy mahalı ümumilikdə olaraq böyük bir layihələr işləyib hazırlayırıq ki, o yenidən bizim bu həmrəyliyimizi daha da gücləndirək. Buna daxildir bizim bu nəşriyyat məsələləri və eyni zamanda bizim qohumluq əlaqələrimiz haqqında olan münasibətlərin daha da gücləndirilməsi. Belə baxanda Saral, Arçut, Qursalı, Hallavar adlarını çəkmədiyim Heydərli və yaxın və elə axirə bunların hamısı ayrı baxdarsaq əksəriyyəti bir-birinə qohumdur. Yəni burada mən bir haşiyə çıxım ki, mənim anam bir söz açanda ki, məsələn, Saralda filan kəs gördüm, dərhal deyir ki, filan kəs mənim bu tərəfdən qohumumdur, bu tərəfdən. Deyirəm, ayağına, nə oldu, bütün dünyayla sənin qohumun mu oldu? Yəni, bu doğrudan da beləmiş əslində. Biz hamımız bir-birimizə qohumuq. Bir yerdə, bir bölgədə yaşamışıqsa, bu qohumluğu davam edətdirmək lazımdır. Bundan gözəl bir his yoxdur. Və digər bir layihələr də ondan ibarətdir ki, biz gənclərimizin sıx əlaqələrini yaratmağa müvəffəq olmalıyıq. Çünki bu iş üzərində də işləyirik. Yəni, eyni zamanda həm Azərbaycanda və Azərbaycan hüquqlarından kənarda o qədər gənclərimiz var, böyük müvəffəqiyyət əldə eləmiş gənclərimiz var, hərəsi bir ordu sərkərdəsidir. Bunların əlaqələrini yaratmağa müvəffəq olmalıyıq. Və bunun üzərində də çalışıb işləyirik, inşallah ki, yerinə yetirəcəyik. Çox şey danışa bilərəm, vaxtınızı almayayım. Mən bir daha hər birinizə təşəkkür edirəm. Və bizlə, hamımız biz bir ailəyik, biz Arçut kəndi olaraq, bir məşvərət olaraq, biz bir ailəyik, bizim 21 nəfər çiyin-çiyinə vuruşan qardaşlarımız var, onların bir hissəsi buradadılar, digərləri vaxtları olmayıb, gəlməyiblər, mən onların hər birinə təşəkkür edirəm. Ona görə ki, bizim bu ağır, çətin, problemli layihələrimizin ərsə gəlməsində hamısının birər-birər ölçü qədər bərabər əziyyətləri var. Yəni biz həm həmrəylikdən kənarda eyni zamanda bildiyiniz kimi 5 il bundan öncə başlatdıq. Biz Qərbi Azərbaycan əsilli dünyasını dəyişmişlərin məzarlarını biz yüksək səviyyədə təmir elətdirdik. Yəni biz Arçut el olaraq çox əziyyətlərə qatlandıq. Cibimizin pulun, vəsaitini xərclədik. Məsələn, aşiyə çıxım ki, çox böyük orada miqdar pul xərcləndi, əziyyət çəkdik, qiyməti hamı tərəfindən verilir. Biz onu reklam xatirinə yox, sadəcə layihənin bir çətinliyin ötəsindən gəlməsi xatirinə səbəb edir. Bunun hamısını Arçut icmasının, Arçut kəndinin həmrəyliyi sayəsində olur. Yəni, deyə bilərdik ki, orada tək Arçut qəbristanlığı deyil ki, burada digər regionlardan, hətta Azərbaycanın, Qarabağın bölgələrindən orada uyuyanlar var. Deyə bilərdilər ki, onlar nə qarışmır bu işə. Amma Arçut kəndinin doğrudan da fədəkarlığı, fədailəri bu işi ərsə gətirdi. İnşallah ki, 5-3 günə tam yekunlaşdırıb, onu da işıqlandıracaq mətbuatda və o boy Arçut kəndinin bütün hər bir kəsi fəxr etsin ki, doğrudan da belə bir icma var və sizlərə borçludur Arçut kəndi. Yəni ki, bu fədailərdən danışıram ki, hamısını çiyinlərində bu əziyyəti çəkdilər və onları ərsiyə gətirdilər. Və eyni zamanda Arçut kəndinə bir daha təşəkkür edirəm ki, öz vəsaitlərini əsirgəmədilər. 10 qəpik verən də oldu, 20 qəpik verən də oldu, mən sadalamaq istəmirəm, amma hamı qatıldı o işə. Bir nəfər kimi qatıldı və bu işi ərsiyə gətirdi. Hər birinizə təşəkkür edirəm bir daha. Zahid mənim sizə daha çox təşəkkür edirəm ona görə ki, bizim bu dərəcədə sıx birləşib, bizim bu işlərimizin irəli getməyinə çox böyük dəstək durursunuz. Eyni zamanda mən futbolda qazandığımız böyük nailiyyətə görə bir daha sizi təbrik edirəm. Sizin orada keçirdiyiniz hisslər mənim göz qabağımda, gözümün önündədir. Yəni, doğrudan da bu çox ağırlı bir şeymiş.
Mən əvvəl baxırdım ki, bu azarkeşlər niyə belə özlərini öldürürlər, qışqırırlar, bağırırlar. Mən orada bir aydan çox azarkeş kimi orada fəaliyyət göstərdim. Az qala xəstələnmişdim. O dərəcəyə gəlib çıxmışdı. Və çox şükür ki, nəticəsi də bəlli oldu. Biz Respublikada ən böyük yerlərdən birini tutduq. Yenə sizin sayənizdə, çünki sizin dəstəyiniz sayəsində. Bir daha təşəkkür edirəm. İnşallah ki, növbəti bizim yığıncaqlarımız bundan da möhtəşəm, bundan da rənglərin. Hakim müəllim, mən təşəkkürümü bildirirəm. Çox sağ olun. Onsuz da mən həmişə deyirəm və siz Rəfayət müəllimlə, bizlərlə elə bu icmanı yaradanda da, bu icmanın bax belə öndə getməsində də sizin xidmətləriniz əvəzsiz. Və bir daha mən təşəkkür edirəm. Bəli, o futbolda elə bir yerdə hər birimiz hansı hissləri keçirdik və mən bugün burada Böyük Qarakilsə icmasının Gənclər Təşkilatının sədri Murtuz müəllimi salamlayıram və Murtuz müəllim bizim gənclərin sədri olaraq çox böyük işlər aparıbdır və bu futbolda bizim Açmən 3-cü yerə çıxmağımızın ən böyük səbəbkarı ilə Murtuz müəllim. Həm açıq deyim burada, həm maddi baxımdan, eyni zamanda digər təşkilatı baxımdan Murtuz müəllim xidmətləri əvəzsizdir. Murtuz müəllim sayəsində biz keçən dəfə də qabaqdaydıq, keçən ildə, bu ildə artıq biz böyük nəticə göstərdik və 3-cü yeri tutduq. Birinci yer bizim ildə. Yox, keçən il güzəş deyərlər, amma inşallah ki, növbət dəfə Murtuz müəllimin başçılığı biz birinci yer tutarıq. Və mən Murtuz müəllim sizə öz dəyərin təşəkkürümü bildirirəm. Həm Qarakilsə icması adından, bütövlükdə icmamız adından siz xidmətləri olan bir şəxs kimi bütün ən yüksək təşəkkürlərə layiqsiniz. Və bundan sonraki sizin fəaliyyətinizdə biz uğura arzuluyuruq və sizlə biz qürur duyuruq ki, siz bundan sonra da bizim gəncləri irəli aparasınız və gənclərimizin rayon ərazisindəki kəndlərin təmasında xidmətlər göstərəsiniz. Və mən orada olanda, Hakim müəllim yadınızdadırsa, gördüm biri elə mənim yanımda oturanın qohumu, digəri, hamısı artıq siz bu təması yaradırsınız. Buna görə də təşəkkürümü bildirirəm və sizin də fəaliyyətinizdə uğurlar arzulayıram. Rəfayət müəllim, sağ olun, var olun ki, məni dəvət etdiniz. Birinci, ikinci, bəxt özünüz başlarında bu sözlə dediniz, ofisiniz nə qədər balaca olsa da ürəyiniz geniş olur. Həqiqətən ürək sizdə o mərd ürəyi görə gəlmişəm bu dərəcəyə. Yəni, həqiqətən görürəm ki, bütün hər cəhətdən, hər yerdə, əlbət ki, Zahid müəllim sağ olsun, Zahid müəllim hər zaman sizin, nəinki sizin bütün Böyük Qarakilsə icmasının sədrlərinin hər zaman yanındadır. Buna əminəm, yanında olmaqda da davam edərsin. Allah onun uzun ömür versin ki, bizim yanımızda olsun. Niyə? Mən onu, Zahid müəllimi Xıdır Mustafayevin 120 il keçirtməsi naminə, bəli, Fərhad müəllim də sağ olsun, Fərhad müəllim də həmən qayda bərabər zəhləşdik, danışdıq ki, Xıdır Mustafayevin Sovet var qəhrəmanı, Xıdır Mustafayevin 120 il anadan olmağının və 50 ilin ölümünlə əlaqədar onu birinci Fəxri Xiyabanda dəfn olunub, orada keçirtməyin məqsədə uyğundur. Ona görə də sağ olsun Zahid müəllim dedi, problem yoxdur, edək, yığılır. Dedi, nə vaxt rəhmətə gedənim dedim ki, mayın 21-də 50-li idi. Martın 27-sində isə anadan olduğum 125-li, yəni 1905-ci də anadan olmuşdur. Onun üçün də sağ olun, var olun, bəli, bizim bir Gözəllərə kənd icmasının sədri kimi örnek olmalıyıq sizdən. Niyə? Ona görə ki, bu qəldən, bir sözlə əlavə edeyim ki, sizin o kənddə Sovet və qəhrəman olsa görünə edirsiniz. Mən əminəm ki, maşallah çox da həqiqətən biz nələr edərdik.
milli qəhrəmanımız var. Yox, indi bu Sovet və qəhrəmanlığı Milli qəhrəmanımız var. aydın söhbətdir, var olun. Əsas odur ki, hər zaman bəli, bütün o Böyük Qarakilsə icmasının sədrləri başda Zahid müəllim olmaqla mənim yanımdadır. Hər zaman məni dəstəkləməkdə davam etdilər ki, bəli, böyük bəs fərqi yoxdur dedi. Demişsiniz, deyirsiniz, hamı da deyib bu sözü ki, Gözəllərədən, nəinki Gözəllərədən o böyük Sovet və qəhrəman, bizim kəndi, bizim böyük, Hər bir kəndimizin bəli, fəxridir. Ona görə bir təşəkkür edirəm, var olasınız ki, öncədən məni dəvət etdiniz. İkincisi, bu toplanışa görə həqiqətən yenə təşəkkür edirəm. Biz örnək olmaqda davam etdirəsiyik. Niyə ona görə ki, o məqsədə ona çatmaq üçün. Nasılsa artıq bu şeylər davam edirik. Biz də artıq bir neçə toplanışlar etmişik. Az da olsa böyük toplanışlar, zaten mən sizə demişəm, məruz etmişəm. İnşallah o böyük toplanışları burada da yerləşə bilərik. burada da yerləşə bilərsiniz. Hə, ona görə sağ olsun da dedim bunu. Və baş əyirəm, burada bizim ana bacılarımız necə deyim, o Qarabağın alınmasının və orada rahat cəmaatımızın, ana bacılarımız gedib orada yerləşmədir. Ən vacib örnək şəhidlərimizin ana bacılarımız, onların evlatları, bizim evlatımız, onların yəni qəhrəmanlarımızın sahəsində bizimkilər orada bugünkü gündə yaşayırlar, yaradırlar, necə deyim, fəxr edirlər. Bəli, əlbəttə onların hamısını, ana bacıların əllərindən öpürəm, qardaşlarımızın, Allah onların torpağı qədər bütün Türk dövlətini, belə deyək, Türk millətimizin o torpağı qədər hamısına uzun ömür versin ki, bizə də səbir versin ki, qaydaq öz ata-ana yurdumuza. Mən onu da gözləyirəm. Bəli, gedib ata-ana yurdu, babalarımızın qəbirlərini və müəllim də deyil, həqiqətən oranı ziyarət edib gəlmək hər birimizin borcudur. Hər birimiz onu, o ümidlə, necə bizim prezidentimiz deyirdi ki, ümidlə gedirik, görəsiniz inşallah vaxt gəlib, Qarabağ necə alındı. Elə də o ümidlə yaşayırsa, ümidimiz Allah Teala'dan azımız gerçəkləşsin, gedə göz. Sağ olun, təşəkkür ederim. Sağ olun, təşəkkür və bilirsiniz ki, Böyük Qarakilsə icmasının bir uzaq dağ kəndlərindən biri də Molla Quşlaq kəndidir və onun icma sədri Adil müəllim də buradadır. Buyurun Adil müəllim, söz sizə veririk. Həm bir xeyirliğanı ver, həm də dinləyirsiniz. Zahid müəllim, çox sağ olun ki, mənə söz verdiniz. Levent müəllim, çox sağ olun ki, mənə dəvət edirsiniz. Mən ümumiyyətlə bu icma yaranandan öz yaxın evlilərimi yaxından tanımışam. Mən İranın mənə, yəni Arçut cəmaatından o qədər sıx münasibətlər qurmuşam, o qədər sıx qaynayıb qarışmışam ki, elə demək olar ki, özümlə bir Arçut qonşususan. Evet, mən Arçut deyil də sizdə. Mən bir Arçut olmuşam. Yəni o qədər sıx münasibət qurmuşam. Arçutlarla çox yaxından, oradan da Arçut kəndi bütün Qərbi Azərbaycana nümunə olacaq kənddir. Yəni açığı, yəni bunu nəyə görə deyirəm? Mən həmişə faktları sökənərək deyirəm. Yəni mən eyni zamanda bu icmada fəaliyyət göstərən zaman Nəsimi rayonunda yaşayan bütün Qərbi Azərbaycanlarla münasibət qururam. Onların kəndlərlə münasibət qururam, hamısından əlaqə yaratır. Ona görə də baxıb görürəm ki, mən Arçut cəmaatı o qədər yəni aktiv və faal cəmaatı ki, doğrudan da onlar nümunədir. Yəni onlara təşəkkür edirəm, çox sağ olsunlar və bu şəkildə fəaliyyət göstərirlər. Eyni zamanda bizim bu şəhid ailələri var, onların qabağında baş əyirik. Doğrudan da onların bu şəkildə bu vətəni müdafiə edib, vətən deyim uğrunda ölən varsa vətəndir. Deməli, Əflatun Məmmədovun bir dənə paylaşımı var. Bəlkə də siz fikir vermişsiniz, yoxsa verməmişsiniz. İnan Allah, belə gözəl bir mənzərədir. Üzərində bu insanlar xoşbəxt yaşayırlar bu torpağın altında. Əskərlər silahla, sürətlə həmin torpağı qoruyurlar. O gözəl, belə bir mənzərədir. Sağ olun, var olun, təşəkkür edirəm, uğurlar arzulayıram. Çox sağ olun. Yəni Molla Quşlaq kəndi də Böyük Qarakilsə nailindən tərkib hissəsidir. Deməli, mən qeyd eləmək istəyirəm ki, bugün burada iştirak edəcək digər insanlar da var idi.
və o insanlar hansı ki, bizim icmamıza həmişə dəstək olublar, xidmətlər göstəriblər. Misal üçün, onlardan biri bizim çox hörmətli Nəvmanov nümayəndəsi Tanbaz müəllimdir. O da icmamız üçün həmişə xidmətlər göstəribdir və üzrü bu səbəbdən biz onu dəvət eləmişdik və çox üzrü təhlil elədi, iştirak eləmədi. Eyni zamanda bizim Nəsimi nümayəndəmiz Zahid müəllim Xəlilov və demək istəyirəm ki, Pənbəş Mahal 2-ci Dünya Savaşında kitabın müəllifi Lütfü müəllim Kələşli, yəni Lütfüyar Nəsibov da bu burada iştirak eləməlidir. Sadəcə üzrü səbəbdən iştirak eləmirlər. Hətta Lütfüyar müəllim mənə çox xahiş elədi ki, mənim salamlarımı çatdır o insanlara və inşallah ki, digər tədbirlərdə hökmən iştirak edəcək. Və hətta o bir neçə kitab da gətirmək istəyirdi ki, bir balaca burada da biz onu təqdim edək, nədənsə alınmadı. Və düşünürəm ki, bizim təbii ki, icmamız günü-gündən inkişaf edəcəkdir və biz o tariximizi həmişə yaşadasıyıq və demək olar ki, bunu yaşadaraq gənclərimiz ötürürük. Yenə də hər şeyə görə hər birinizə təşəkkür edirəm. Sağ olun ki, saymışsınız, bizim dəvətimizi gəldiniz. Bu böyük işdir, bizə olan hörmətdir. Müəyyən qardaşlar, indi Zahid müəllim də qeyd elədi, hansısa müəyyən səbəblərə görə Zahid müəllim Xəlilovdur, Təmrəz Nahayevdir, Nəbi Ramazanlıdır, Hamamlı icmasının sədri, sonra Lütfü Kələşli gəlməli idi. Müəyyən səbəblərə, bəziləri xəstədir, müəyyən səbəblərə görə də gələ bilmədilər. Yenə də əlaqə saxladılar, öz üzrxahlığını elədilər ki, üzrü hesab edin, gələ bilmədik. Yenə sağ olsunlar, yenə də hər birinizə təşəkkür edirəm. Burada mənim bacılarım əyləşir, mənim şəhid həyat yoldaşlarıdır, milli qəhrəman Fərhad Ümbətovun qardaşıdır, Mübarək Əhmədovun qardaşıdır. Yenə də bizim şəhidlərimizin qabağında baş əyirik. Dünən bizim müharibənin başlanmasının 5 illiyi idi, hanım günüydü. Bütün dünyasını dəyişən şəhidlərimizə Allah'tan rəhmət edirik. Qazilərimizə can sağlığı, dövlətimizə həmişə firavanlıq, prezidentimiz, dövlət başçımız başda olma, İlham Əliyev başda olmaqla biz də onun davamçıları bu yolu getməliyik. Məcbur, nə tərdə olsa biz çalışmalıyıq ki, dövlətimiz firavan olsun, dövlətimiz yaşasın, var olsun, hər bir yerdə də başımız uca olsun. Necə ki, bizim şəhidlərimiz, qazilərimiz bizim başımız uca elədi. Allah da onların ailələrinin başını həmişə uca eləsin, evlatlarına gözəl günlər qismət eləsin. Mən, Zahid müəllim deyirəm, görünən kəndə nə bələdçi, bizim gördüyümüz işlərin hamısı göz qabağındadır, bizim gördüyümüz işlərin hamısını biz qiyabi iş görmüyor, əyanidir. Bizim gördüyümüz işlərin hamısı işıqlandırırıq, həm mətbuatda, həm özümüzün Arçut TV-də, saytda, müəyyən saytlarda işıqlandırırıq mütəmadi olaraq. Yenə də bir ekskursiya ilə, bu 2025-ci ilə, 5 illik haqqındadır, bu 2009 ay müddətində gördüyümüz işlər, hansı ki biz həmişə mütəmadi olaraq birinci deyim ki, yaşlı nəsli, kəndimizdə, evimizdə, obamızda tanınan insanlar var ki, hansı ki müəyyən fəaliyyətlərin özlərini təsdiq edirlər, onların ziyarətidir, onların evlərində gedib ziyarət eləməkdir, onlar haqqında hansısa müəyyən veriliş, kiçik çərçivədə də olsa veriliş aparmaqdır. Məsələn, bizim kənddə uzun müddət hesablar işləmiş Abbas Məşədiyevə ziyarət elədik, kütləvi şəkildə getdik, evində ziyarət elədik, halını, əhvalını. O, oradan Yusuf müəllim, bizim professorumuz, həmin kitabın müəllifi, Yusuf müəllimi ziyarət elədilər yenə də. Sonra siz bilirsiniz ki, Gənclər Forumu oldu, hansı ki, böyük tərkibdə Murtuz müəllim bizim kəndi təmsil elədi, həmin o konferansda da, həmin o tədbirlərdə də iştirak elədi. Sonra bizim tibb işçilərinin yenə də konferansı vardı, Akif Doktor sizinlə də orada iştirak elədi. Milli liderimizin anım günüydü, doğum günü həmişə 10 mayda qeyd edirik. Biz yenə də orada Arçut kəndi olaraq təmsil oldu, iştirak elədik. Sonra bizim əlbəttə ki, Böyük Qara Kilsənin fəxri Xıdır Mustafayevin, Sovet qəhrəmanı Xıdır Mustafayevin anım günündə də yenə də biz
bir Arçut icması olaraq orada fəaliyyətimizi göstərdik, orada iştirak elədik. Bundan sonra ən böyük tədbirlərdən biri bu il bizim Qərbi Azərbaycan Kubok üzründə futbol yarışıydı və o futbol yarışına biz bir həftə içində, yadınızdadır, bir həftə içində hazırlaşdıq, bir həftə içində mənim qardaşım, balaca qardaşım Murtuz Qaziyev həqiqətən çox təvəzzükarlıq, çox böyük qəhrəmanlıqdır, ona qəhrəmanlıq deyirlər. Amma elə belə o 5 günün ərzində, bir həftənin ərzində bütün onların geyimi ilə, onların o məşqləri ilə hamısını yaratdı və o komandanı bir həftə ərzində, 5 gün ərzində o komandanı elə bir komanda yaratdı ki, həqiqətən də orada bir partlayış oldu ki, bu Arçut kəndinin, bu böyük qara kilsənin bu komandası neyini? Həqiqətən də əlbəttə ki, birinci yer bizim idi, yenə də o elə bir şeydir ki, bu dəfə birinci yer yox, o elə bir şeydir ki, idman elə bir şeydir ki, uduzmaq da olur, uduzmaq da olur, top da yumur bir şeydir. Belə alındı, belə alındı. Yenə də Murtuz qardaşım, Bəyər Zahid müəllim deyildi, mən bunu təkrar demək istəyirəm. Birinci Qərbi Azərbaycan icması adından, Böyük Qara Kilsə icması adından, Zahid müəllimdən və Arçut kənd icması adından, bütün qardaşların adından sənə təşəkkür edirəm. Minnətdarlığımızı bildiririk. Çox sağ olun. Hər şeyə görə, hara getmirsən bizim üzümüzü ağ edirsən. Allah da sənin üzümü ağ eləsin. Çox sağ ol. Hər şeyə görə təşəkkür edirəm. Sənə bu il 2025-in Arçut kəndinin elə bir ki, ilin adamı seçilirsən. Bunu mən deyirəm ki, həqiqətən də ona qadirsən. Sən ilin adamı seçilirsən ki, bunu mən imzalında Zahid müəllimə də demişəm ki, Qərbi Azərbaycan icması tərəfindən xahiş eləyərdim. Zahid müəllim, əgər Əziz Ələkbərli də hörmətli deputatımız eşidəcəksə, Murtuz müəllimə bir tərifnamə, bir təşəkkür mütləq təqdim olunur. Mənə ona ehtiyac yoxdur, mənə bir vəzifə vermişsiniz, mən o məsuliyyətlə... Yox, gərək onun da qiymətini başqa bir şeydir. Ondan sonra bizim bu ofisimizin qurulmasında, burada da belə başa gəldik. Bu ofisin qurulmasında, bu ofisin bunların hamısının düzəldilməsində mənim qardaşım Akif Doktor Daşdamirovun böyük xidməti var, Elmdarın böyük xidməti var ki, burada çox böyük əziyyət çəkib. Bu məkanı bizə veriblər. Elə bir şey, heç kim büyük bir kvadrat metrini heç kimi vermir. Bu boyda şərait yaradıb bizə, burada gözəl şərait, bütün Hakiməm, təşəkkür edirəm. Hər bir şərait yaradılıb. Akif, yenə də deyirəm, Qərbi Azərbaycan icması tərəfindən, yenə Böyük Qara Kilsə icması tərəfindən və öz icmamızın, Arçut kəndinin icması adından təşəkkür edirəm qardaş. Allah canını sağ eləsin, Allah başına töysün, sənə üçün şərait yaratsın ki, sən də bu elm üçün, olan üçün, onsuz da əməyinlə, zəhmətinlə, öz ağlınla edirsən, bir də ki, bu tərəfdən də edirsən, çox sağ ol, ona görə də təşəkkür edirəm. Və Toxuna axırıncı məsələ bizim yadındadır, 3 il bundan qabaq Qəbristanlığın işinə başlamışdıq. Bizim ata-babalarımızın orada ən çox Saral, Qursalı, Arçut, bir də Ləmbəli, Körpülü, nə bilim, bəzi rayonlar var. Orada Haydarlı, Heydərli, Hallabad, Dizman, Molla Qışlaqdan yoxdur. Onu gəlin etiraf edək. Bu bizim Qəbristanlığın, onun yolunun bir hissəsinin artısında 60-70%'ni düzəltmişdi. Hansısa müəyyən həm maddi cəhətdən çatmadı və bu il Allahın köməkliyi ilə biz o işə başladıq. Bir həftə 10 gün mütəmadi orada işlədik və o işin demək olar ki 90%'ni yerinə yetirdik və orada bir 10%'lik işimiz qalıb. O da ki bizim o frez çatmadı, asfalt işimi çatmadı, materialını çatmadı, yoxsa bizim maddi imkanımız çatırdı və buradan da yenə də həmin mənim ətrafında mənlə bir yerdə çin-çinlə vuruşan qardaşlarımın hamısına təşəkkür edirəm, hamısına minnətdarım və elimə, obama minnətdaram. O kənddən minnətdaram, o kəndin, o cəmaata xüsusi minnətdarlıq bildirirəm ki, bizim səsimizə səs verdilər, bir kəlmə deməklə hər bir şey həll eləmək olar, amma maddiyyət olmayandan sonra və burada bir də onu, mənim qardaşım Anar müəllim mənim yanımda oldu, şəxsən özdə nə lazımdır. Sonra Şakir müəllim İmədlikdə də gəlmişdi, orada da oldu, bizlə bir yerdə işləyirdi. Təşəkkür edirəm və Təmrəz müəllim tabii, yəqin ki tanıyırsınız, həm Nərmanov Bələdiyyəsinin sədri, Ümumi Respublika Bələdiyyələr Asosiasiyasının sədri və Nərmanov, Qərbi Azərbaycan Nərmanov rayon nümayəndəsi. O
O insan da bizə maddi yardımda, mənəvi dəstək, hər bir dəstək verdi və bizlə bir yerdə oldu. Şəxsən Təbriz müəllimə bizim icma adından və burada olanların adına təşəkkür edirik ki, o qardaşımız bugün də bizləndir, həmişə yanımızda olub, həm söhbət maddiyyatdan getmir, Zahid müəllim. Söhbət mənəvi dəstək də lazımdır ki, mən sizin arxanızdayam. Heç bir yanınızdayam, sizinlə bir yerlikdəyəm. O bizim üçün çox böyük şərəfdir ki, və o qardaşımıza da təşəkkür edib, bir müəyyən səbəblərə görə burada iştirak edə bilmədi, dedi, şəhid ailələri var, elə bir yerlər var ki, mən də bir nümayəndə kimi mütləq oralarda iştirak edə bil, mən üzrlük hesab edeyim. Yəqin ki, yaxın günlərdə qardaşla, Təbriz müəllimlə də, Zahid müəllimlə biraz üzrlük Sayın Xəlilov, yəni həm Nəsimi rayonu icra hakimi vəzifəsini icra edir, həm də Nəsimi rayon nümayəndəsidir. O da üzrxahlıq elədi ki, xəstəyəm, istəmirəm gəlin kimisə xəstələndim. Ona görə qardaşım, bizim ən böyük hesabatı budur, Zahid müəllim, göz qabağındadır. Bəli, bu çox böyük. Həm də, bax, o Dünya Savaşının, o kitabın əsəri gəlməsində sənin xidmətlərin var. Eyni zamanda, mən demək istəyirəm ki, bu il ən böyük məsələlərdən biri ikinci tapşırığın həyata keçirilməsində sənin böyük xidmətlərin vardı. Arçuk kəndi çox səliqəli bir formada bunu təqdim elədi. Eyni zamanda digər tədbirlərində cəmaatın mütəşəkkil formada iştirak eləməsi yenə də sizlərin xidmətidir. Ümumiyyətlə, mən açıq deyim ki, həm də Arçuk kəndi o, necə deyim, yeniliklər edir. Və bundan sonra da mən istəyirəm bu davamlı olsun. Zahid müəllim, mən deyirəm, elə bir şey var ki, adama stimul verir. Elə bil ki, mən bu kəndə, bu cəmaata o qədər bağlanmışam ki, elə özüm istəyirəm, belə şey, qanun qayni ki, istəyirəm ki, bunlar üçün nəsə eləyək. Nəsə eləyək, bir elə yenilik yaradar. Rəngarənglik olsun. Bilirsən, hər il nəyisə dəyişmək lazımdır, hər il nəyisə eləmək. Mən yenə də deyirəm, mən bu elmə, obama, bu kəndimə təşəkkür edirəm, oranın cəmaatına təşəkkür edirəm ki, bugün bizə hörmət edirlər, bizə saygı göstərir. Biz də Allah uzaq eləsin, bütün kəndimizin bütün xeyri, şəri hamısını birinci yüklənir, hansı köməklik, nə lazımdır, hansı yerdən, hansı səmtlər, nə bilim, onun yerin tutulması, qəbristanlıqda yerin təşkil olunması, nə bilim, məclislərin keçilməsində hər əlimizdən gələn imkanlardan istifadə edirik ki, cəmaatımız əziyyət çəkməsin. Ona görə də mən yenə də deyirəm, mənim silahdaşlarıma, mənim qardaşlarıma, mənim bir yerdə çalışan bütün hamısına birər-bir təşəkkür edirəm. Ki, bu gündə, bu işdə heç biri özünün zəhmətini əsirgəmir. Həmişə də yenə də sizə də təşəkkür edirəm. Allah canınızı sağ eləsin. İndi Zahid müəllim kitabları da təqdim eləyəcəm. Bir neçə kəlmədən deyim. Çox sağ olun, alqışlayın. Elə bu alışlara da layiqsiniz. Mənim də açıqda iştirak edirəm bu, necə deyil, bu hüzur yerlərində sizin hansı fəaliyyətiniz var, hansı xidmətiniz var, insanlarla birgə. Buna görə də mən mutluyum və sizə bir daha təşəkkür edirəm. Mən görmüşəm ki, demək olar ki, bunların hamısının təşkil olunmasında və s. bütün məsələlərdə sənin xidmətlərin və sənin komandanın xidmətləri çoxdur və bir daha təşəkkür edirəm. Eyni zamanda mən demək istəyirəm ki, yəni bu şəraitin yaradılması və ölkədə bütün əmin-amanlığın mövcud olması, ictimai-siyasi sabitlik, Azərbaycanın bütün dünyada uğurlu siyasət yürütməsi və buna görə də biz yenə də bir daha deməli Müzəffər Ali Başkomandan cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq və hər birimiz onun ətrafında sıx birləşməliyik. Və siz fikir verirsiniz, bu icmanın yaranmasında da biz ona minnətdar olmalıyıq. Demək olar ki, o bizi birləşdirdi. Heç biz çoxlarımız vardı ki, qohumlar vardı ki, heç bir-birindən görüşmürdü. Bizim bax bu dərəcədə birləşməyimizin, belə ünsiyyət yaratmağımızın demək olar ki, səbəbkarı budur.
Buna görə biz hər birimiz bütün icma olaraq Qərbi Azərbaycan icması ətrafında və eyni zamanda cənab prezidentin ətrafında sıx birləşməliyik və eyni zamanda biz bunu öz işimizlə, öz birliyimizlə sübut eləməliyik. Sizləri salamlayıram, hoş gəlmişsiniz. Təbii ki, məndən öncə gözəl sözlər dediniz, bizim icmanın gördüyü işlərdən qiymət verdiniz. Buna görə də dəvətimizi qəbul elədiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Sağ olun. Əvvəla, xoş gəlmişsiniz yenə. Valla bütün gözəl sözlərdən istifadə edədiniz, sözlərdən hoş gəlmişsiniz. Xeyirli olsun bizim ofisimizdə, sizlərə də düşərli, bizlərə də düşərli olsun. Aşkar da xüsusi minnətlər bildirirəm ki, bizə belə bir verir. Doktora, həkim Arçut ailəsi evlidir. Kiminlə problemim varsa da gəlib burada problemi həll edir. İndi sözü bir Gənclər Təşkilatının sədrinə də verək, bir ilə hesabat xarakterli olsun, həm də dinləyək. Buyurun. Salamlayıram. Deməli, bir 30 il bundan qabaq həmişə bir arzuyla yaşayırdıq ki, o gün olsun Şuşada, o gün olsun Ağdamda və bəlkə də biz o sözlə şübhə ilə yanaşırdıq. Amma biz bu 44 günlük savaşda gördük ki, o gün reallaşdı. Mən arzu edirəm ki, o gün olsun biz öz elimizdə, obamızda belə toplantılarımızı keçirək, öz atalığı yurdumuzda qaydaq və onları görək. Sağ olun, var olun. Teşekkür edirik. Başka söz demək istəyən var mı? Bak, buyurun siz. Bir neçə kəlmə. Ben bu kadar sözler dediniz, əlavə ehtiyac yoxdur. Bir daha siz gəldiniz. Salamlayıram, hoş geldiniz, səfər gətirdiniz. Siz ofisimizdə xeyirli olsun bizim evimizə. Sağ olun. Buyurun. Hər birinizə təşəkkür edirəm. Siz sahib gəlmişsiniz bizim ofisimizə. Ofisiniz düşərli olsun. Amin. Sağ olun. Sağ olun. Mən bir daha təbrik edirəm və belə necə deyilir, xeyirli uğurlu olsun. İnşallah. İnşallah. Amin. Yəni burada biz tədbirlərimizi bundan sonra da davam edəcəyik. Hər bir kənd indidən və Şakir müəllim, Adil müəllim buradadır, siz ikiniz buradasınız. Ona görə yaxın vaxtlarda siz də belə tədbir hazırlayın ki, həm hesabat verəsiniz, gördüyünüz işlər barədə, həm də biz bir digər bir kəndin tədbirinə də yığılaq. Aydındır, təbii ki, Böyük Qarakilsənin böyük həcmdə tədbirləri olubdur, amma indi siz də hazırlasanız daha yaxşı. Qeyd elədik ki, bugün bizim tədbirimizin əsas məqsədlərindən biri də Qərbi Azərbaycan Şəhidləri kitabının tərcümanıdır və indi biz öz məmnuniyyətlə tərcümata başlayırıq. Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət edəsin. Bugün əsas vəzifələrimizdən biri də o idi ki, şəhid ailələrinə Qərbi Azərbaycan Şəhidlərinin kitablarını tərcüm edək. Sahib Hümbətova, milli qəhrəman Fərhad Hümbətovun qardaşına. Sahib Hümbətov, milli qəhrəman Fərhad Hümbətovun qardaşına. Azərbaycan bayrağı ordeni Əliyev Cəmil Məhərrəmoğlu'nun həyat yoldaşı. Aliyeva Sinaxanıma hörmətlə. Əhmədov Mübarək Qaraoğlu'nun qardaşı Əhmədov Sayədə. Əhmədov Kamallar Məmmədoğlu'nun həyat yoldaşı Əhmədova validəyə. Əhmədov Seyirxan Alxazoğlu'nun həyat yoldaşı Nəzakət Əhmədova.
Bir də Xəlil Cəfər Vaqifoğlu'nun ailəsinə orada da iştirak eləmirlər, Akif Doktor. Sizə verək, siz çatdırın. Bu da bizim olsun. Burada o səhəddir. Bir daha belə yüksək şərait yaratdığına görə Rəfayət müəllimə və eyni zamanda Akif müəllimə hər birinizə təşəkkürümü bildirirəm və xeyirli uğurlu olsun. Amin. İlk dəfə Qərbi Azərbaycanla bağlı deməli, Arçul Kənd Məktəbinin 100 illiyini biz keçdik. Və indi lazımdır ki, onun biz tarixini də yaddaşlarda yaşadaq və onunla bağlı da hansısa bir kitab nəşr edəyimiz. Çünki mən baxıram ki, artıq misal üçün Cil kəndi 100 Cil kənd məktəbinin 100 illiyini kitab nəşr olunubdur, amma ən qabaqcıl məktəblərdən biri Pəmbək mahalında Xarçut kəndinin məktəbidir. Hətta biz onun məktəbin 100 illiyini keçirəndə demək olar ki, hətta heç kim keçirmir. İlk olduq da. Karçut onu elədi, Karçut. Ondan sonra başladı digər mahallarda başladı artıq bu məktəblərin tarixini araşdırmalar və kitablar nəşr edirlər. Ona görə mən düşünürəm ki, yaxın vaxtlarda biz Arçul kəndinin məktəbinin 100 illiyi ilə bağlı, eyni zamanda Pəmbək mahalında bu məktəblərlə bağlı, eyni zamanda Hamamlıda məktəblərlə bağlı hansısa bir tarixi yardışıyorlar. O da araşdırılır, indi tarixi araşdırılır, resimlərdə işləyir onun üzərində. Mən baxıram ki, deməli, Arçul kəndindən bağlı çoxlu materiallar var idi, reabilitasiya, bir o tarixi yaşatmışdıq biz. Ona görə də düşünürəm ki, biz üçün eləcə çətinlik olmayacaq və biz qısa müddətdə bu kitabı nəşr edib geniş oxucu kitləsinə təqdim edəcək. Mən məsələn, adi özümü deyim ki, məni orada yazıb Rəfayət Məmmədov. Bu, birinci səhvi lap başlıqda oradan gedir. İkinci də orada elə adlar verilir ki, onu heç nə mən tanıyıram, nə o biri tanıyır. Məsələn, bu gərək həmişə Deməli, bunu biz nəşr elədik, hökmən olmalıdır, amma elektron qaydada onların o düzəltməsi olunur. Ona görə də müəlliflə, Lütfiyar müəllimlə əlaqə saxlamaq lazımdır ki, elektron formada biz onu heç olmasa yerləşdirək. Tamamilə düz geçdik. Burada icma səhvləri... Mütləq onlarla razılaşmalı. Məndən yaxşı tanıdığımda da mənim kəndim. Ona görə də düşünürəm ki, biz artıq həm Pəmbək mahalının, eyni zamanda Böyük Qarakilsən rayon tarixini işləməliyik. Onlar da müəyyən işlər də gedirdik və eyni zamanda da Pəmbək mahalı. Qısa müddətdə bizim qarşıda elə bir ki, Zahid müəllim, o kitabı bir dənə zəhmət olmasa Fərəz müəllim verərdi. Bizim elə bir ki, bizim o kəndin tarixi elə bir ki, burada harcada bir 50-60%, bir 70%-ə qədər göstərilir. Bu kitab çox möhtəşəm kitabdır. Bunu da Yusuf müəllim yazıb, Yusuf müəllim yazıb. Profesör Abdəl mənim atası. Abdəl Qaziyev. O da elə professordur. O da professordur. Bu bizim kəndin ən azından bir 70% tarixini bu çox keçmişizdə. Hətta bizim Qərbi Azərbaycan icması yaranmamış. Biz ona görə də bu kitabdan biz də gərək Ümumiyyətlə Arçul kəndi haqqında ilk kitabı Vəfalı müəllim yazıbdır. Aha.
Bu hadise 30 il bundan əvvələ təsadüf edildi təqribən. 96-cı. Qalıb o kitabda. Var, hə. Kitap deyəndə bir şeydir. Broşura kimi. 100 sayfa, 100 neçə sayfalı bir şey. Bəli, bəli. Sonra Ramil müəllim.